Salam. Belə bir sual paylaşmışdıq. Deməli, 2 dənə cümlədir. Hərəsi bir müəllim haqqındadır. Biri mənim son 10 ildəki 2016-nın bu tərəfdəki halımdır. Online formada keçib dərslərini. Biri də ondan qabaqki 10 ili göstərən bir haldır. Real formada keçib dərsləri. Deməli, müəllimlərin biri WhatsApp qrupunda səs göndərərək dərsi izah edir, şagirdlər qulaq asırlar. Birində isə deyir ki, müəllim tribunada dərsi izah edir, auditoriyadakı tələbələr diqqətlə dinləyirlər. Bizə nə maraqlıdır? Bunların peşə metodları yox, təbii ki, qrammatika hissəsi maraqlıdır. Və qeyd edeyim ki, onlayn dərslərimiz və sınaq paketlərimiz haqqında ətraflı məlumat əldə etmək üçün və yaxud da qeydiyyatdan keçmək üçün 051 537 90 86 nömrəsine yaza bilərsiniz. Baxaq. Deməli, fikirləri uyğunlaşdırmalıyıq. Bir frazeoloji birləşmədən istifadə edilmişdir. Birinci cümlədə varmı? Var. Qulaq asırlar. Başqa bir şey varmı? Məsələn, səs göndərmək frazeoloji birləşmədir mi? Xeyr. Frazeoloji birləşmə deyil. İkinci cümlədə də frazeoloji birləşmə yoxdur. Ona görə anı yazırıq 1-ə. İsimdən düzəlmiş sifətə, isimdən düzəlmiş zərfə rast gəlinir. İkinci cümlədə görürük. Diqqətlə zərf, auditoriyadakı sifət. Birinci cümlədə isə bunu görmürük. Deməli, B gedir 3-ə. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. Baxın, hər ikisi dərsi izah edir, hər ikisində şagirdlər qulaq asırlar, amma burada bir məsələ var. Real danışanda eyni anda baş verir. Düzdür, orada səsin getmə sürəti filan, neçə milyonda bir saniyə fərq edə bilər, amma şagirdlərin qulaq asması ilə müəllimin danışması eyni bir prosesin daxilindədir, eyni zamandadır. Yəni, əvvəlcə müəllim danışır, sonra şagirdlər qulaq asır, elə deyil. Müəllim danışır, şagirdlər onun danışdıqlarını qulaq asırlar. Deməli, ikinci cümlədəki zamandır. Müəllim tribunada danışır, auditoriyadakı tələbələr dinləyirlər. Amma WhatsApp qrupunda yəqin ki, hər biriniz səs göndərmişsiniz də. Burada səs göndərə, orada tələbə qulaq asa bilmir. Əvvəlcə müəllim səsi göndərir, bitirir ya da göndər düyməsinə basır. Ondan sonra orada səs açılır, orada qulaq asır. Yəni, qısacası, biri ardıcıllıqdır, biri zamandır. Ona görə də mən C-ni yazmalıyam 1-ə. WhatsApp qrupu olana. O birisi zamandır. Ortaya yaza bilmədim C-ni. Gərək deyək, 2 təsirli kağıdın isim. Birinci cümlədə səs təsirli kağıdın, dərsi təsirli kağıdın, qulaq isə təsirli kağıdı isim deyil, çünki qulaq asırlar birlikdə frazeoloji birləşmədir. Gələk ikinci cümləyə. Dərsi təsirli kağıd, bitdi, bir dənədir. Deməli, 2 təsirli kağıdı isim, bu da getdi 1-ə. Cümlə üzvləri arasında 2 yerli uzlaşma. Fikir verin nə deyir? Cümlə üzvləri arasında. Cümlədə demir. Cümlədə desəydi, məsəl üçün, WhatsApp qrupu buradakı uzlaşmaları gərək götürəydik. Amma sırf cümlə üzvləri arasında dediyinə görə müəllim izah edir, şagirdlər qulaq asırlar. 2 dənə buradadır. Müəllim izah edir, tələbələr dinləyirlər, 2 dənə buradadır. Yəni, eldəki fikir ortaqdır. Bunu da yazırıq 2-yə. Düzgün cavab belə olur. 1 A, C, D, 2 E, 3 B.